Əziz xanımlar, videoda gördüyünüz labioplastika sonrası təkrar revizyon elədiyimiz pasiyentdəki kiçik cinsiyyət dodağının artıq olan hissəsidir. Bəzən cinsiyyət dodaqları o qədər böyük olur ki, biz əməliyyat zamanı oradakı tam simmetriyanı istədiyimiz şəkildə ala bilmirik. Bu zaman nə səhv edilə bilir? Simmetriya alına bilmədikdə çıxış yolu kimi bütün dodaqları, cinsiyyət dodaqlarını tamamilə kəsmək olur və əksər vaxtı bu şəkildə olunur pasiyentlər. Ondan sonra isə şikayətləri başlayır. Şikayət isə cinsi həzzin azalması olur. Bir də görüntü etibarilə qadında kiçik cinsiyyətləri orada olmalıdır. Və olmadığı zaman əlbəttə bu qadında müəyyən bir diskomfort yaradır və özünə güvənsizliyə, özünə inamsızlığa səbəb ola bilir. Biz əməliyyat zamanı çox böyük cinsiyyət dodaqları olduğu zaman onları mümkün qədər maksimal dərəcədə gözəlləşdirməyə çalışırıq. Ancaq bəzən deyək ki 30 pasiyent etmişiksə ikisində üçündə ola bilir ki cinsiyyət dodağında kiçik bir asimetriya olur və bu asimetriyanı biz yara tam sağaldıktan sonra, yəni 6 həftə heç olmaya tamam olduqdan sonra bunu edə bilirik. Revizyonu məsələn bu pasiyentdə biz lazerlə etmişik. Bunu həm lazerlə, həm qayçı ilə, yəni normal skalpel ilə ya da qayçı ilə kəsib tikmək olur. Lazerlə etdiyimiz zaman ya da keçi ilə etdiyimiz zaman bunu yerli keyitmə altında edirik. Tamamilə ağrısız olur. Sadəcə iğnənin ağrısını bir dəfə iğnənin girişini hiss edirsiniz. Ondan sonra ağrı olmur. Sağalma müddəti isə toxumalar əksər hallarda 6 həftəyə sağalır. Əgər lazerlə ediriksə oturmaq qadağan olunmur. Ancaq tikiş qoyduqda, yəni sapla tikməli olduqda bu zaman xüsusilə diqqət yetirməlisiniz. Maksimum dərəcədə aşağı hissəyə ağırlıq salmamalısınız ki, o saplar açılmasın və qanaxma olmasın. Belə. Kiçik cinsiyyət dodaqları əməliyyat zamanı götürülməməlidir. Yəni deməyə çalışdığım, bilmənizi istədiyim budur. Götürüldüyü zaman onları təkrar bərpa etmək olmur. Sadəcə orada qırıntılar varsa onları birləşdirib müəyyən bir kiçik cinsiyyət dodağı görüntüsü almağa çalışırıq. Və bir də təəssüf ki, cinsi hissiyatınız bir ölçüdə azalmış olur. Tamamilə itmir, bu mümkün deyil tamamilə itməsi, amma bir ölçüdə azalmış olur.